Hamıya Fikirli kanalından salam dostlar. Bugün sizlərin qarşısında Çindən PlayStation 5 gətirdirmək haqqında məlumat verəcəm və Taobao saytından PlayStation 5 gətirdirməyi Azərbaycana çatdırmaq həqiqətən sərf edirmi? Və yaxud da bunu gətirdirmək üçün nələr etməliyik və hansı ödənişlər etməliyik, şəxsi fikirlərimi bildirəcəm. Çox uzatmadan keçək biz kompüterimizin ekranına və bunlar haqqında sizlərə ətraflı məlumat verək. Dostlar, keçdik kompüterimizin ekrana. Deməli, mən bugün sizlərə Taobaodan PlayStation 5 gətirdirmək haqqında məlumat vermək istəyirəm. Təbii ki, bu şəxsi fikirlərimiz olacaq. Bunu gətirmək, almaq və yaxud da riskləri sizin özünüzün məsuliyyətidir. Yəni qeyd edim ki, onlayn Taobao kimi saytlardan, Çin mənşəli saytlardan məhsul gətirdikdə bunun riskləri də var. Hansı ki, yəni PlayStation 5 alırsınız, bu bahalı bir elektron məhsuldur. Ola bilər ki, bu hər hansı bir problem çıxar və geri qaytardıqda problem yaşaya bilərsiniz. Onun üçün də sizlərə bunun məlumatını verim. Yəni bugün sizlərə şəxsi öz fikirlərimi deyərək, yəni ki, müqayisə etmək istəyəcəm. Təbii ki, Temuda Çin saytıdır. Temuda bildiyiniz kimi PlayStation 5 satılmır. Yəni ümumiyyətlə Çində biraz maraqlıdır. Mən Taobaoda 2 dəfə gördüm PlayStation 5 məhsulu satılır, amma əksəriyyəti Çin saytlarında PlayStation 5 satışı görməmişdim. Taobao daxil olmuşam və mən bugün kompüterdən göstərəcəm, rahat olsun deyə siz telefondan da baxa bilərsiniz və buradan tərcümə də eləyə bilərsiniz. Mən tərcümə eləyib daha sonra baxacağam. Qeyd edim ki, Taobaodan qeydiyyatdan keçməmisinizsə, burada necə qeydiyyatdan keçirilər və kargo ödənişləri necə olur, necə zakaz vermək olar və sifariş vermək olar, birbaşa Azərbaycana çatdırmaq olar. Hamısı haqqında bizim kanalımızda ətraflı videolar var. Bu videonun açıqlamalarına hamısını bir-bir linkini əlavə etmişəm. Dostlar, çox uzatmadan axtarış bölməsinə bu şəkildə PlayStation 5 yazıram və qeyd edim ki, PlayStation 5-lərin qiyməti artırılıb və onu nəzərə alaraq da qiymət müqayisəsi eləyəcəm. Qiymət müqayisəsi etməmişdən qabaq sizlərə belə bir məlumat verim dostlar. Ümumiyyətlə biz hər hansısa bir məhsul gətirdikdə $300 limitini keçdikdə buna kargo ödənişləri də daxildir və gömrük rüsumları da daxildir. Ekrana da əlavə etmişəm. Yəni ki, bu rüsumları nəzərə alaraq biz müqayisə eləyəcəyik. Təbii ki, $300 limitini keçdiyimizə görə. Dostlar, PlayStation 5 axtardıqda bu şəkildə fərqli seçənəklər çıxır. Baxın, burada gördüyünüz kimi PlayStation 5 Pro seçeneği var. Ən ucuzdakı mən bunu görmüşəm. Çox güman ki, bu FAT modelidir. Yəni ki, bu qiymətə 825 GB FAT modelləri olur. Baxın, burada da var. Və bu Taobaoda bəzi məhsullar yeni və ikinci əl olaraq listelənib. Buna fikir vermək lazımdır. Tutaq ki, mən bir dənə bu məhsulumuza daxil oluram. Yəni çox adam buna fikir vermir. Onun üçün də məsləhət görürəm ki, buradan tərcümə edib siz həmən bu məhsulun bütün açıqlamalarına baxasınız dostlar ki, ikinci əl olma ehtimalı var. Baxın, gördüyünüz kimi burada 825 GB Ankara Çin. Yəni ki, bu Ankara deyil təbii ki. Bu yəni ki, versiyon Çin versiyonu gedir. Yəni ki, PlayStation 5'imiz. Bunların fərqli region versiyonları var. PlayStation 5'lərin qeyd edeyim ki, yəni ki, onu biləsiniz. Burada Yapon versiyası var. Burada Çin versiyası var. Çin versiyası biraz var. Yapon versiyasında biraz qiymət fərqi var. Çox qiymət fərqi olmasa da, yəni aralarında fərq var. Bu da Hong Kong versiyasıdır. Bu versiyon məsələlərini özünüz araşdıra bilərsiniz. Yəni ki, mən hansı ucuzdursa onu seçib müqayisə eləyəcəm. Misal üçün, baxın, burada standart, yəni ki, konfigurasyonla gəlir və yaxud da bir dənə pult verir üzərində, joystick verir və PlayStation 5'in özünü verir. 825 GB-da yaddaş olur. Burada fərqli seçənəklər var dostlar. Ən ucuzu budur. Yəni ki, qeyd edeyim ki, burada yazılıb. Baxın, mən bir dənə türkcə dilinə tərcümə eləyə bilsəm sizlərə göstərim. Temədə 0 PlayStation 5. Bu 0 PlayStation 5 gedir. Yəni ki, 0 o deməkdir ki, təzə PlayStation 5 gedir. Təzə FAT model PlayStation 5 gedir. Nədir? Optik sürücü versiyon, aksesuar hədiyyə paketi ilə birlikdə. Deməli, bu nədir? Buna baxaq. Burada fərqli bir dənə seçenek var. Dostlar, bir də baxın, burada yazıb ki, PlayStation 5 sürümü 99% yeni. Yəni bu nə deməkdir? Məhsul ikinci əldir. Yəni bir var, burada yazıb 0 PlayStation 5. 0 o deməkdir ki, yenidir. Bir də var ki, 99 yəni seçenek. Bunu keçdi, avtomatik gördüyünüz kimi burada qiymət fərqi. Təbii ki, bu qiymət yuanlandı. Birazdan indi bunu biz konversasiya eləyəcəyik. Baxın, gördüyünüz kimi, əgər təzəsini almaq istəsəniz, avtomatik qiymət fərqi olur. Yəni ikinci əlini alanda biraz qiymət fərqi. 99% yeni gedir. Yəni mən yeni məhsula baxmaq istəyirəm. Baxın, burada bu 95%-dir. Burada qiymət fərqi var. Yəni ki, məhsul 95% yenidir, 5% istifadə olunmuş gedir. Nə qədər istifadə olunmuş bilinmir. Burada isə
diskli versiyonu var. Yəni ki, disk taxıb oynamaq üçün 90%dir. Yenidən baxaq dostlar. Yəni ki, yeni PlayStation 5-ə baxaq. Baxın, gördüyünüz kimi qiymət də 2568 UN-dir. Bunu add to cart deyib mən səbətimə əlavə etmək istəyirəm. Baxaq görək səbətimizdə bu məhsulun qiyməti necə olur. Qeyd edim ki, kargo bizim bu kargo ödənişlərdə olur. Baxın, gördüyünüz kimi PlayStation 5-imizi seçdik. Buradan isə məhsulun qiyməti olur. 300-də üzərinə 300 yöndə kargo pulu gəlir və məhsulumuz bizə gəlib oturdu 2568 yuan. Daxil oluruq buradan google.com-a yuan to azın yazırıq. Bu şəkildə məhsulumuzun qiyməti nə qədərdir? 2568 2568. Bu məhsulumuz 639 manat 67 qəpik, yəni 639 manatdır. Qeyd edim ki, məhsul PlayStation 5-in səhifəsində yenidir yazılıb. Birazdan indi istifadə işlənmişini də müqayisə eləyərik. Yəni 639 manata PlayStation 5-in bir dənə baxaq görək hansı modelidir. Deməli PlayStation 5 Second Console bir dəqiqə baxaq. Yəni ki, burada yazılıb o Drive versiyon. Deməli bu FAT model gedir səhvləmirəmsə. Çincə yazılı olduqda bəzən bu, baxaq görək burada 825 GB yaddaşı varsa FAT model gedəcək. Burada alanların şəkilləri var dostlar. Baxın burada bunu alan, yəni FAT modeli dostlar. Baxın gördüyünüz kimi bir dənə baxaq, tam dəqiq şəkildə mən sizlərə məlumat verim. Yox dostlar, bu slim modeldir. Aha, slim modeldir, yəni ki, yenidir. Qiyməti Taobao-da həqiqətən uyğundur. Yəni burada şəkillərdə görürsüz, baxın bu şəkildə. Yəni bunun qiyməti mən sizlərə burada deyim. Amma 825 GB yaddaş var. Amma mənim burada başımı qarışdıran nə oldu? Yəni 825 GB yaddaş olan çox vaxtı FAT olur. Yəni ola bilər ki, burada yəni Çin versiyalarında belə bir fərq var. Yapon versiyasına baxa bilərsiniz. Mən ən ucuzuna baxıram. Bu şəkildə, deməli, qiymətimiz 639 manat, daxil oluruq biz X-Cargo'ya. Dostlar, qeyd edim ki, bu bir reklam deyil, başqa Çindən çatdırılma saytlarına müqayisə edə bilərsiniz. Yəni, bu məhsulu buradan biz gətirdikdə kargo ödəniş edirik. Bir var, bunun daxili kargo var, bir də var, siz X-Cargo'nun adresini istifadə edib baxa bilərsiniz. Mən burada X-Cargo'dan baxacağam. Deməli, dostlar, burada tarifələr bölməsinə daxil oluram və baxaq görək, məhsulumuz bizə neçəyə gəlib oturur. Baxın, gördüyünüz kimi, buradan seçirəm Çin ünvanını və məhsulun çəkisini gələcək. Təbii ki, bunu indi birazdan gömrük rüsumlarını da hesablayacaq. Çünki bu 300 dollar limitini keçdiyimizə görə, yəni ki, təbii ki, burada gördüyünüz kimi 639 manat eləyir. 300 dolları təbriqən 510 manat eləyir və onun da rüsumunu keçmişik. Baxın, gördüyünüz kimi 74 manat bizim kargo ödənişimizdir. Buradan indi biz kalkulatorumuzu açaq, hesablayaq. Deməli, PlayStation-imizin qiyməti 639 manat. 639 manat plus 75 manat deyək. Burada 73 qəpik var. 75 manat bunun kargo ödənişi olacaq. 75 manat kargo ödənişidir. Deməli, oldu 714 manat. Dostlar, daxil olam daha sonra Smart Customs səhifəsinə. Bunu telefondan da eləyə bilərsiniz. Yəni Counterdən eləyə bilərsiniz. Mən öz hesabıma daxil olmuşam və sadələşdirilmiş bəyannamə bölməsinə daxil oluram və burada yeni bəyannaməni sıxıram. Yəni bunu yoxlamaq üçün nə qədər siz gömrük rüsumu ödəyəcəksiniz, bunu bilmək üçün ən yaxşı variantı budur. Yəni buradan mən iləri düyməsini sıxıram və burada rastgele bir tracking ID yazıram, yəni yoxlamaq üçün. Deməli, burada digər seçənəyini seçirəm. Göndərən ölkəndə Çini seçirəm. Buradan Çin seçirəm dostlar. Baxın, Çini seçdim. Satıcıya isə Taobao yazıram. Və iləri düyməsini sıxıram. İləri düyməsini sıxdıqda burada yeni mal əlavə et bölməsi çıxır və burada istədiyiniz kimi mən də rastgele elektronika seçəcəm və alt qrupunda digər seçəcəm. Yəni ki, invoice qiyməti valyuta. Valyutanı istəsəz buradan ABŞ dollarından da baxa bilərsiniz. Telefonda Taobaodan məhsul əlavə etdikdə ABŞ dolları kimi görsənir. Mən burada Azərbaycan manatını seçəcəm hesablamaq üçün. Deməli, məhsulumuzun dəyəri burada biz 75 manatı çıxdıqda 639 manat eləyir. Yəni ki, bu məhsulumuzun dəyəri 639 manatdır.
daşınma xərci isə dollarla hesablanır. Onun üçün də burada yazıb bizə 43.96 nədirsə onu yazıram. Bu şəkildə 43.96 daşınma xərci olacaq. Miqdar isə 1 ədəd və iləri düyməsini sıxıram dostlar. İləri düyməsini sıxdıqda baxın gördüyünüz kimi gömrükdən bizə alınan rüsumlar hamısı burada listelənib. Elektron xidmət haqqı 10 manat, gömrük yığımları 15 manat və ƏDV burada idxal gömrük rüsumu. Dostlar qeyd edim ki, mən burada 20-30 dollarlıq məhsul gətirmişəm ay ərzində. Onun da çıxmaq şərti, yəni burada 116 manat yazıb, aşağı yuxarı 100 manat hesablayaq. Çünki mənim 30 dollar burada məhsul gətirmişəm, onun üzərinə əlavə olunub. Yəni 116 manat çıxıram. 100 manat gömrük rüsumu. Təbii ki, burada isə nə qədər olacaq? 714 üstə gəl 100 manatda gömrük rüsumu gəlsə 814 manat bu məhsul bizə gəlib oturur. Yəni ki, mən burada yuvarlaq olaraq hesabladım. Təbii ki, PlayStation 5-dən PlayStation 5-ə dəyişəcək bu. Ola bilər joystickləri 2 ədəd verir. Yəni ki, FAT modelləri daha ağır olur. Qeyd edeyim ki, mən təxmini 4 kiloqram çəki hesabladım. Yəni bu şəkildə 300 dollarda limitini keçdikdə bu gömrük sizdən, yəni ki 300 dolları tutaq ki siz 600 manatlıq bir məhsul gətirmisiniz. Yerdə qalan 100 manatını siz gömrük rüsumuna ödəyirsiniz. Bu şəkildə rüsum da üzərinə gəldi. Bu məhsulumuz isə bizə 814 manata oturmuş oldu. Yəni ki təzə bir məhsuldur. Qeyd edim ki, buradan müqayisə edə bilərsiniz. Təbii ki, bunun versiyalarına görə fərqli olacaq. Bunun indi fərqli regionları var. Hansı regionun daha yaxşıdır, hansı daha pisdir, onu özünüz müqayisə edə bilərsiniz. Yəni bu bizə 814 manata gəlib oturdu. Qeyd edeyim ki, hal-hazırda, yəni ki, bu bizim yerli Azərbaycanda PlayStation 5-lər ikinci əl və az istifadə olunmuş daha ucuza təklif olunur. Amma yəni burada yenisini bu qiymətə göndərir. Yəni təbii ki, dostlar, ola bilər ki 100 manat, 50 manat aşağı olar. Yəni qeyd edim ki, 900 manat, 1000 manata Azərbaycandan bunun ikinci əlini və təzəsini də tapa bilərsiniz. Yəni təzəsini tapa bilərsiniz. Və burada nə var? Mən sizə deyim. Ümumiyyətlə, Çindən PlayStation 5 gətirdikdə hər hansısa bir problem çıxa bilər. Onu geri qaytardıqda kargo xərcləri falan sizə baha başa gələ bilər. Yəni gördüyünüz bir məhsulu almaqla uzaqdan aldığınız məhsul eyni olmaya bilər. Yəni ki, daha riskli ola bilər. Baxın, gördüyünüz kimi burada PlayStation 5 Slim 1 TB təklif olunur. 1000 manat, 1099 manatdır. Yəni ki, burada fərqli qiymətlərə var. Özünüz də buradan müqayisə edə bilərsiniz. Mən yəni ki, burada öz müqayisəsimi elədim və fərqli bir seçənəyə də baxa bilərsiniz. Misal üçün buradan tutaq ki, Yapon versiyası var və Hong Kong Yapon versiyası. Buradan misal üçün hansı versiyalardırsa özünüz baxıb müqayisə edə bilərsiniz. Yəni ki, baxın burada yazılıb. Düzdür, çox vaxtı yerli satıcılar bunu əlavə etmir. Yəni ki, burada Yapon versiyasıdırmı, Çin versiyasıdırmı, bunu çox vaxt əlavə etmir. Təbii ki, PlayStation 5-in öz üstünlüyü və şeyi var, hərəsinin özünün mənfi cəhəti var. Amma yəni ki, bu şəkildə özünüz də müqayisə edə bilərsiniz. Taobao-dan PlayStation 5, baxın, bu Pro modelidir, bu daha baha gəlir. Amma yaddaşlarından fikir verin dostlar, daha azdır. 1 TB olduğunu seçdikdə qiymət artır. Yəni ki, bu şəkildə özümüz müqayisə etdik. Baxaq, fərqli bir seçenek varmı? Qeyd edim ki, burada PlayStation 5 diskləri də satılır. Sadəcə disklər dostlar Çin versiyasıdır. Dilləri Çin dilində gəlir. Ona diqqət eləmək lazımdır. Baxın, burada fərqli, baxaq görüm nələr var. Yapon versiyası var. Hong Kong versiyası var. Baxın, burada başqa aksesuarlıq da var. Bu 95 və ikinci əldə ala bilərsiniz. İkinci əldə, yəni ki, hardasa mən sizə deyim 40-50 manat fərq eləyəcək. Bu şəkildə, yəni ki, qiyməti əslində yaxşıdır. Bizə gələndə də, yəni yeni məhsula görə yaxşıdır qiyməti. Qeyd eləyək ki, nəzərə alaq ki, PlayStation 5-dən qiymət qalx. Amma az istifadə olunmuş 2 ədəd joysticklə, pultla yerli Azərbaycandan daha ucuza tapa bilərsiniz. Atıram ki, misal üçün 900 manata çox az istifadə olunmuş 2 ədəd joysticklə satanlar var. Yəni ki, onun üçün çox da fərq eləmir, onu deyim sizə. Yəni şəxsi fikrimi bildirirəm. Yəni bu şəkildə Taobao-dan biz PlayStation 5 gətizdirdikdə nə qədər fərq eləyir, özünüz də baxa bilərsiniz. Bunun müqayisəsini etdik. Ümid edirəm ki, videonu bəyəndiniz dostlar. Həqiqətən bəyəndinizsə bizim videomuzu bəyənin və dostlarınızla paylaşın. Real burada hesablamalar etdik. Şəxsi fikirlərimizi bildirdik. Kommentlər bölməsinə yazın. Buradan PlayStation 5 alıb oynayan varmı? Və yaxud da PlayStation 5 4 olsun və yaxud da 3 olsun. Hansısa bir müqayisə videosunu istəyirsinizsə, kommentlər bölməsinə yazın, müqayisəsini eləyək dostlar. Təqdim etdik Fikirli kanalı.